Salam uşaqlar. Bugün fən müsabiqəsinə hazırlıq üçün atdığım test 2-nin izahlarına baxacağıq. Deməli, A və B qarşılıqlı sadə ədədlərdir. Birinci sualda. Qarşılıqlı sadə ədədlərin əbubu bilirik ki, 1-dir. Əkubu isə onların hasilinə bərabərdir. A vur B-dir. Yuxarıda ortaq vuruq olaraq A-nı çıxarsam mötərizənin xaricinə. Qalacaq A vur B. Üstə gəl. Burada A çıxanda yerində 1 qalır. Yəni, baxın, A vur 1 kimi yazsam, A-nı götürəndə 1 qalır. Aşağıda nə qalır? Əbobun yerinə 1, əkobda da AB. Bu bütöv gedir mötərizə ilə. Yekun cavab olaraq A qalır, yəni C variantı birinci sualda. Növbəti 80 ədədini natural bölən sayı və 80-i açaq biz. 80 bərabərdir. 16 vur 5-dir də 80. 2 üstü 4, 16 vur 5. Natural bölən sayı deyəndə bu üstündəkilərin üstünə 1 gəlib vururduq bir-birinə. Bu düsturdur. N bərabərdir. 4 olur 5, 1 olur 2. Olur 10 dənə. Deməli, bərabərdir bizə verib 3K üstə gəl 5. Buradan 3K bərabərdir. Natural bölən sayı K olarsa deyirim. Elə bildim bunu verib. Natural bölən sayı, bir dəqiqə üzr istəyirəm bunu. Natural bölən sayını tapdım 10 və K-nı verib bizə 10. Yəni, natural bölən sayının cavabıdır. 3K üstə gəl 5 ifadəsinin qiymətini tapın. 3 vur 10, 30 üstə gəl 5, 35. Üçüncü sualda aşağıdakilərdən hansı paralel olması üçün Y bərabərdir. K1x plus B1 və Y bərabərdir. K2 x plus B2 funksiyalarının qrafiklərin paralel olması üçün K1 ilə K2 eyni olmalıdır. Yəni, bunun K-sı x-in qabağındakı 3-dürsə, mən də x-in qabağında 3 olan axtaracağım. Burada cavab C variantıdır. Sonra tənyin kökləri cəmi yazırıq 2x çıxılsın 5. Yəni, bunun içində bir dəfə 11 olsa, cavab 11 çıxır. Bir dəfə də mənfi 11 olsa, cavab 11 çıxır. Modulda müsbət çıxır da. Bir dəfə 11-ə bərabər elədim. Buradan 2x bərabərdir 16, x bərabərdir 8. Bir dəfə də bu 2x çıx 5-in yerində mənfi 11 olsa, buradan 2x bərabərdir mənfi 6, x bərabərdir mənfi 3. Cəmini tapın, eləyir 5. Dördüncü sualda D variantı. Burada 6-da 1-i yazıram. 2-nin kubu 8, A-nın kubu A eləyir. Elə burada A-nın 1-i 3-ə vurdum. B-nin üstündə də 2-ni 3-ə vursan 6. Vurulsun 3-ün kvadratı 9 deməkdir. 3-ün kvadratı. A-nın üstündə bu 3-ü 2-yə vurursan 6. B-nin üstündə hal-hazırda 1 var. İçəridə 1-i 2-yə vursan 2. Buradan 8-i 9-a vuranda 72 eləyir. 72-ni 6-ya böləndə 12. A-nın üstündə vurulanda üstlər toplanır 9. B-nin də üstündə 8. Nə istəyir? Dərəcə deyəndə hərflərin üstünü toplayırıq. Bunun dərəcəsi 17-dir. 9 ilə 8-i topladım. Dərəcə toplayırıq bunları. Əmsal deyəndə qarşıda duran ədəd işarə ilə bir yerdə müsbət 12 olduğu üçün müsbət 12 yazıram. Dərəcəsi ilə əmsalının cəmi 29 eləyir. 5-ci sualda C variantı. Sonra nədir bu? Bərabər olduğuna görə x-i tapın. Bunun hər tərəfini 2-yə vurum. Mən kəsirdən azad eləyim, rahat işləyim. 6x üstə gəl 5x çıxılsın 3 bərabərdir 41. Hamısını 2-yə vurdum. Buradan da eləyir 11x bərabərdir 44. 41 üstünə 3 gəldim. 44-ü də 11-ə bölürsən 4. Növbəti sonra 7-ci suallardadır burada. Tərkibində 20 kiloqram su, 5 kiloqram duz olan məhlulun duzluq faizi neçədir? Ümumiyyətlə, məhlul özü nə qədər oldu ki? Kütləsi. Məhlul. Niyə yazmadım? Məhlul. Oldu bütöv, duzun üstünə suyu gəldin, tökdün, qarışdırdın, oldu 25. Deyir ki, duzluq faizi ümumi həmişə məxrəcdə olur da uşaqlar. Əlimizdə nə var? Ümumi məxrəcə yazırıq. İndi duzun faizini soruşursa, duzu qoyuram da sürətə. Faizə çevirəndə də bunu 100-ə vurmaq lazımdır. 100-ü 25-ə böldün, elədi 4. 4-də 5-ə oldu 20 faizli məhlul. 7-ci sualda 20 faizli məhlul, yəni B variantı. 7-ci sualda deməli, bəli, B variantı.
Sonra 8-ci sualda 4-ə qalxız bölünürsə, yəni burada nə ola bilər? 4-ə bölmə əlaməti ya sonki rəqəm 0-dır, ya da sonki rəqəm 4-ə bölünür, ya 44-dür, ya da 88-dir. Burada başqa seçim halları da var, amma ki ikisi də eyni ədəd olacaqsa, yəni bunlardır. Tam fikirləşə bilərsiniz ki, 12 ola bilər, axırı 12 4-ə bölünürdü, amma 1 ilə 2 qoymaq olmur da. Burada A yazılıbsa eyni olmalıdır. Eyni olan 0, 0, 4, 4, 8, 8. 3 dənədir. 9-cu suala gələk. 29 nəfərlik bir qrup var. İngilis və fransız dili. Venn diaqramı. Yalnız ingilis dili bilənlərin sayı, yalnız fransız dili bilənlərin sayı 3 dəfə çoxdur. Buraya yazıram ingilis dili, buraya yazıram fransız dili. Yalnız ingilis dili 3x-dir, yalnız fransız dili. Yalnız ingilis dili fransız dildən 3 dəfə çoxdur. Hər iki dildə biləndə 5 nəfər var, ortada oluruq. Yalnız fransız dili bilənlər sayı, yəni x axtarıram. Ümumi 29 nəfərdir də. Burada 3 dəfə çox idi. Bir dəqiqə, bəli 3-dür bu. Toplayırsan bunları, bərabər etsən 29-a. 4x üstə gəl 5 bərabərdir 29. X bərabərdir 29-dan 5 çıxdın, 24-ə böldün 6, elə 6-ını istəyir bizdən. Yalnız fransız dili buradadır. Yəni 9-cu sualda B variantıdır. Gələk 10-cu suala. Perimetri 126 olan bərabər yanında bir dənə üçbucaq. Üçbucağın oturacağın uzunluğu yan tərəflərdən birinin 8-də 5-idir. Bunlara yəni 8x atıram. Oturacağı 18-də 5 hissəsidir, yəni 5x. Toplayanda neçə eləyir? 21x bərabərdir 126 eləyib perimetr. X bərabərdir 6. Yan tərəfləri eyni olduğu üçün 8x-dir da. 6-nı 8-ə vururuq, eləyir 48. 11-ci sual bərabər ölçülü olan 3 iti bucağın dərəcə ölçülərinin cəmi. İkisi bərabər ölçülü olan 3 dənə iti bucaq var. Dərəcə ölçülərinin cəmi biri düz bucaqdan 40 dərəcə çoxdur. Bir düz bucaqdan 40 dərəcə çoxdur. Deməli, x bucağı var, x bucağı var, bir də y bucağı var. Deməli, 3 dənə bucağım var, ikisi bərabər olan, üçü də iti bucaqdır. Dərəcə ölçülərinin cəmi bir düz bucaqdan 40 dərəcə çoxdur. Bunları toplayanda düz bucaqdan 40 dərəcə çox, 90 üstünə 40 gəldində. İti bucaqlardan biri 72 dərəcə olarsa, digər bucaqların biri neçədir? İndi bunlara 72 verə bilmərəm. Çünki ikisi eyni idi. Axı bu 72 olsa, bu da 72 olsa, toplayanda bunlar 130-u aşır elə. Onda 72 bu axırıncıdır. 72. 2x bərabərdir. 130-dan 72-ni çıxanda neçə eləyir? 58. X də bərabərdir 29. Digər iti bucaqların hər biri olur 29 dərəcə. 12-ci sualda A-nın yerinə -2B-ni qoyuram da burada. Kvadrata qaldıranda, ya bir dənə baxın sadələşdirim, sonra A çıxsa yuxarıda nə qalır? A çıxılsın 8B. Aşağıdan da B çıxsa nə qalır? 8B çıxılsın A. Bunlar gedir, amma qarşıya mənfi atmaq şərti ilə. A-nın yerinə -2B qoyuram. Kəsrin qabağında özünün mənfisi var. Aşağıda da B qalıb. Bununla bu gedir, mənfi toqquşur. Olur müsbət 2, 12-də A variantı. Gələk 13-cü sual hardadır? Daxili bucaqlardan biri digərindən, bir-birindən fərqli tam ədədlər olan. Deməli, 3 bucaq var. 3 bucağın 3 dənə bucağının cəmi bilirik 180-dir də. İndi elə bölməliyəm ki, bir-birindən fərqli ədədlər olmalıdır. Birinin də ən böyük qiymətini tapmalıyam. Birinə 1 dərəcə verim, tam götürməliyəm ha. Birinə 2 dərəcə verim, eyni götürə bilmirəm deyə. Olur 3 dərəcə, o birisine də 177 qalır da ən böyük halda. Deməli, 13-cü sualda olur 177 dərəcə. Yəni, asan sualdır. Burada bu 70-dirsə, bu ikisi bir yerdə 110 eləyir. Çünki 180 olur bu ikisinin cəmi. Yəni, x üstə gəl 85, 110 eləməlidir. Buradan da x bərabərdir. 110-dan 85-in çıxdın 25 dərəcə. X istəyir yəqin ki, DAY bucağı bizə verir
deməli 25 dərəcə. Sonra bir zərin atılması üçün bu asan sualdır. Cütün düşmə ehtimalı bəli 6'da 3 olur da. 6 dənə üzü var, 3'ü cütdür. Bu düzgündür. 6'da 3, 2'də 1 deyil. 4'dən böyük nə var zərdə? 5 var, 6 var. Ehtimal olur 6'da 2, yəni 3'də 1. Bu səhvdir. Biz də səhv axtarırdıq elə. Yanlışı B-dir. 5'in düşmə ehtimalı da 6'da 1'dir. Bu düzdür. Zərin sadə ədəd nə var orada? 2 var, 3 var, 5 var. Zərdə olur 6'da 3, 6'da 3 deyil 2'də 1 deməkdir. Bu da düzdür. Yəni B variantı da 15-ci sualda. Gəldik 16-cı sual. Qiymətindən nə qədər çoxdur? Ümumiyyətlə belə bir sual verilmişsə. Məsələn 10 2-dən nə qədər çoxdur? Nə qədər çoxdur? 8 vahid çoxdur da. Elə deyil, ondan keyin çıxdınız. Amma dəfə çoxdur desəydim, 12-dən neçə dəfə çoxdur desəydim böləcəydiniz. Burada da qədər çoxdur deyəndə çıxıram. Çıxanda amma səmərəli üsulla çıxıram. Bax, birincidən, bunun birincisindən bu birincisini çıxıram. Olur 12'də 12. Üstə gəl. İkincisindən ikincisini çıxıram. Onda 21 eləyir, onda 20. 21'dən 1'i çıxdım. 8'də 9'dan da 8'də 1'in çıxanda 8'də 8. 1, 2, 1 toplayanda eləyir. Deməli 16-cı sualda 4 vahid çoxdur. 17-ci sualda rahat sualdır. Burada fikir veririk, L hər ikisində iştirak edir. Amma L-ə burada 4 pay düşür. Qabaq-qabağadır. Bax, K-ya 3 pay. Burada M-ə 3 pay, L-ə 5 pay. Düzgün olmayan L-dir. L-ə 5 pay, L-ə 4 pay. O düz gəlmir. 4 ilə 5-in əkolunu tapmalıyam. K bölünsün L bərabərdir. Bu 4 bölü 3 var. Bunu 4 ilə 5-in əkolunu tapsan 20. Bunu 5'ə vuracam 20 olsa, amma sürətində vuracam da. Bərabərdir 20, burada 15. Bir də ki, L bölünsün M var, bərabərdir. 5'i 4'ə vuranda 20 eləyir. 3'ü də vuracam 4'ə. Bu da eləyir 20, 12. İndi bax, bunları artıq atıram. İndi baxsam K-ya 15 pay, L-ə 20 pay, L-ə 20 pay, M-ə 12 pay. Düz gəlir indi. L hər ikisində 20 x-dir. Yəni bunların yanına x da ata bilərsiniz tam başa düşmək üçün. Onsuz da ixtisar gedir. M bölünsün K-nı istəyir. M 12'dir. X da atıram yanına. Bölünsün K. K-da 15 x-dir. Bunlar indi x-lar gedir. Bunlar da 3 ixtisar gedir. 5'də 4. 5'də 4'dəki 0,8 deməkdir. 17-ci sualda A variantıdır. Arifin pulunun 4'də 3 hissəsi 4'də 3 Arif bərabərdir. Familin pulunun 2'də 1 hissəsi 2'də 1 famil. Çarpaz vurub açıram. 6A bərabərdir. 4'ə F-ə vurdum. 4F. Nə istəyir burada? Onların birlikdə 40 manat pulu var. Burada indi bax 6 vur 4, 4 vur 6 ola bilər. Düzdür, ixtisar da eləyə bilərdim. Belə də doğrudur. Yanlarına x atıram. Bu Arifə 4 pay düşür. Familə 6 pay düşür. Toplayanda 10x bərabərdir. İkisi bir yerdə 40 manatdır. X bərabər 4. Arifin neçə? Arifə nə dedim mən? 4x demişəm də. Arifə 4 vurulsun 4. 16 manat Arifin pulu var. Bizdən də elə Arifi soruşur. Doğru cavab 16 manat. 19-cu sualına gəlsək, bir ədədin 3'də 1 hissəsini tapanda onu 3'də 1'ə vururuq da 9'un üstü 9 vurulsun 3'də 1 bərabərdir. 9'un üstü 9 bölünsün 3 deməkdir. Bu 9'un yerinə 3'ün kvadratı yazacağım. Üstündəki 9'u da yazıram. Aşağıda da 3. Bu da bərabərdir. 3'ün üstü 2'ni 9'a vururam. Burada 18 eləyir. Mötərizənin üstündən vurulur qüvvətlər. Burada da 3. Bölünəndə də üstlər çıxılır. 3'ün üstündə 17 olur. Bizdən də elə 10 soruşur 19-cu sualda. Sonra aşağıdakı ifadələrdən hansı qiymət həmişə cütdür? Bu asan sualdır da. Məsələn, tək ədədin üstünə qüvvət qoyanda yenə tək olur. Bu cüt olur. Tək üstə gəl, cüt tək eləyir. Bu sıfırla qutarır. Bu sıfırın üstünə tək gələndə yenə tək eləyir. Mən cüt axtarım amma. Tək üstə gəl, tək. Yenə tək eləyir. Təkdən tək çıxanda amma cüt eləyəcək. D variantıdır. 20-ci sualda doğru cavab D variantı. Burada nə edirəm? 1 ilə 2-də ortaq nə görürsünüz? Çıxardım mötərizənin xaricinə. X çıxır, qalır x üstə gəl y. Bağladım. Z çıxır, x
üstə gəl y qalır ha. Çünki mənfini götürmüşəm. Bu mənfi açılanda onsuz da hər ikisi mənfi olur. X üstə gəl y-i bir dəfə də çıxarsan, bunları tutduq elə bil. Bunlar yoxdur misalda. Nə qalır? X çıx z qalır da, düzdür? Bərabərdir. X üstə gəl y-in qiymətini yuxarıda verib də mən bu 4-dür. Bu da 1-dir. 4-ü 1-ə vuraq. 7 cavab eləyir 4. 21-ci sualda doğru cavab C variantıdır. Bəli. 22-ci suala gəlsə, aşağıdakı hansının qiyməti sıfıra yaxındır? Sürətləri eyni olan kəsələrin məxrəci kiçik olan böyükdür. Böyük olan da sağdadır. Sağa getdikcə sıfırdan uzaqlaşır da. Ən böyük budur. Sonra bu ən balacası budur da. Yəni ən balaca budur. Sıfıra yaxın olan da budur. Onda bir. Bəli, 22-ci sualı yəqin ki, başa düşdünüz. Asan sualdır. 23-də burada ədədlərdə tapmaq olar. Amma müxtəsər vurma düsturu ilə A çıx B bərabərdir. A çıx B vurulsun müxtəsərdir. Bir dəqiqə. A çıx B vurulsun. A üstə gəl B bərabərdir 11-ə. Hansı natural ədədlər vuranda 11 eləyir ki? Bu 11-dir. Bu da 1-dir də. Yəni A çıx B 1 olmalıdır. A üstə gəl B 11 olmalıdır. Sistemi alıb toplasam 2 dənə A'mız 12 eləyir. A'mız 6-dır buradan. B'miz də ki 5 olur da. 6-dan 5 çıxanda 1 eləyir. A'nın kvadratı üstə B'nin kvadratı. A'nın kvadratı 36-dır. B'nin kvadratı 25-dir. 36, 25 neçə eləyir? 61, 23-cü sualda. K və X natural ədədlərdir. K-nı bölürsən X-a 3 eləyir. Qalığını da 2 eləyir. Buradan K bərabərdir. 3X üstə gəl 2-dir də, düzdür. Bizdən amma X istəyir. 3X bərabərdir. Bu 2-ni atsaq K-nın yanı olur. K çıxılsın ki, X də bərabərdir. Bilirsiniz ki, X-in yanındakına bölürük. Həmişə burada K çıx 2. K çıx 2 bölü 3. 25-ci sual. Bu 1, 4. Bu balacalar 1-dir. Bura 4. Bu da 1. Bura fikir versəz indi. Bu 4'tür bütöv. Amma bu 1'i çıxır da buradan. Yəni buradan bura qədər mən yenə də nə götürəcəm? 3 götürəcəm də. Bunlar eyni fiqur olduğu üçün buradan bütöv baxsaydım 4 olacaqdı. Elə bütöv 4 götürürəm bunu ilə bir yerdə. Baxın bunu sayıram artıq. Ona görə bir dənə də 4 yazdım. Bunu saydım. Sonra bu uzunluq var ya burada. Bu da 4. Bunu artıq götürmüşəm. Bu da 4. Bura balaca 1, 4. Bu da 1. İndi buradan bura qədər bütöv 4'dür. Bütöv 4'dür. Buradan bura qədər bütöv 4'dür. O 4'ü yazıramsa da bunu çıxardıram buradan. Çünki bu içəridəkini artıq saymışam. Buradakı rəqəmləri də toplayırsınız. 25-ci sualda 36 eləyir. Yazdığım rəqəmləri toplayırsınız. Doğru cavab 36. Bu qədər.